Artıq vətəndaşlar əmək müqavilələrini MyGov-da imzalaya biləcəklər. Tətbiqə əlavə olunan yeni imkan sayəsində vətəndaş işə götürən tərəfindən ona göndərilən əmək müqaviləsini sadəcə MyGov-a daxil olaraq bir neçə sadə addımda imzalama imkanını əldə edibdir. Necə? İndi izah edirəm. Bunun üçün ilk olaraq sahibkar, biznes və ya hansısa işə götürən tərəf müqaviləni imzalamaq üçün sizə təsdiqə göndərməlidir. İstər ilk dəfə əmək müqaviləsinin imzalanması, istərsə də müqaviləyə olunan hansısa dəyişiklik fərqi yoxdur. Hər ikisini MyGov-dan icra etmək mümkündür. Nümunə olaraq, ekranda gördüyünüz formada vətəndaşın adına əmək müqaviləsi rəsmiləşdirilən zaman MyGov-da dərhal ona bildiriş göndərilir. Müqavilənin təsdiqi üçün isə vətəndaş istər bu bildirişdən linkə, istərsə də aşağıdan xidmətlər, daha sonra seçimlərdə məşğulluq bölməsinə daxil olmalıdır. Burada ən aşağıda yeni xidmət olaraq əmək müqaviləsinin imzalanması bölməsi görünəcək. Bizə lazım olan bu seçimi eləyib işə götürən tərəfindən göndərilən müqaviləni tapmaqdır. Açılan pəncərədə müqaviləyə bax seçimini eləyib müqavilə şərtləri ilə tanış olaraq müqavilənin müəssisə ilə razılaşdırılmış qaydada hazırlandığından əmin olmalıyıq. Əgər hər şey işə qəbul zamanı danışılan kimidirsə, geriyə qayıdıb imzala düyməsi sıxılmalıdır. Belə olan halda isə imzanın etibarlılığının biometrik təsdiqi üçün MyGov avtomatik olaraq Sima imza tətbiqinə yönləndirməni həyata keçirir. Əgər artıq Sima imza istifadə edirsinizsə, sadəcə Sima imza üçün təyin etdiyiniz PIN kodu daxil eləyərək təsdiq edin düyməsini sıxıb, müqaviləni fiziki formada şirkətə getmədən, hansısa gücləndirilmiş imza növündən istifadə etmədən, əlavə avadanlığa ehtiyac olmadan rahatlıqla imzalaya bilərsiniz. Sima imzası olmayan istifadəçilər isə tətbiqi müvafiq mağazalardan yükləyib biometrik yoxlanışdan keçərək tam ödənişsiz hesab formalaşdıra bilərlər. Xüsusi olaraq qeyd edim ki, əmək müqaviləsinin MyGov-da imzalanması imkanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində sistemə inteqrasiya edilib. Belə dostlar, əgər video faydalı olsa, əmək müqaviləniz olmasa belə videonu yadda saxlamağı unutmayın ki, lazım olanda tapa biləsiniz.